Bu günləri Yardımlı Horon kəndində bir ali məclisdəyik. Şəhidimiz Emnur İslam'ın 5-ci il dönümündə, anım günündə yığışmışıq. Azərbaycanın hər yerində olduğu kimi, mən bu sözü çox təkrar eləmişəm, yanımda tarixçilər var. Yəni, hər yerində oktyabr ayı faciəvi kimi qeyd olunur. O cümlədən biz də Yardım rayonunda oktyabrda silsiləli şəhidlər vermişik. Azəm müəllim və Vaqif müəllim. Biz də şəhidləri çalışdığımız qədər, bacardığımız qədər şəhidseverlərlə, şəhid atalarıyla, dövlət məmurlarıyla onların 5-ci il dönümünü istə-istə, yəni silsilə şəklində keçirdirik. Növbəti tədbirimiz də burada Horanlı kəndindədir. Mən çox danışmıram, ona görə ki, danışanlar, yəni şəhid atalar burada, dövlət məmurlarımız var, ziyalılarımız iştirak edir. Sözü başqalarına yəqin ki, verəcəyəm. İndi elə ilk sözü həmişə bizim adətimizdən, ənəmizdir və vicdanı borcumuzdur. Şəhid atalarına veririk. Elə yanımdakı şəhid atalarından başlayayım. Yardımda ayın 30 sentyabr 2020-ci ildə ilk şəhidimiz olub, Yardım rayonu üzrə. 2 şəhidimiz olub, biri Kürəş kəndində olub, biri də Mirimli kəndində. Əliyev Elçin Kürəşdə, Zabitli Zeynallı Zabit də, yəni Mirimli kəndində və sol tərəfimdə də şəhidin atası Mirimli kəndindən, Mirimli kəndi orta məktəbinin direktoru, tarixçi qardaşımız və 2 dənə də bilirsiniz, həmən şəhidimizin körpəsi, övladı əmanət qalıb Vaqif babasına. Vaqif müəllim, buyur. Çox sağ ol Əsədullah müəllim. Mən gələn hər bir şəxsi burada salamlayıram. Allah cəmi şəhidlərimizi rəhmət eləsin. Amin. Qəbirlərin nurla doldursun, yerlərin cənnət, məkanların onların daha yüksəkdə eləsin. Əlbəttə ki, onlar yüksəkdə. Biz bugün elə bir yerə, elə bir ailəyə gəlib toplaşmışıq ki, bəlkə də bu ailəni 5 il bundan əvvəl bu kəndin cəmaatını da hamısı tanımırdı. Amma bu günləri Allah məkanın cənnət eləsin, şəhidin sayəsində nəinki bu kənddə, Yardımlı rayonunda demək hər kəs tərəfindən tanıtılır. Bu bizim şəhidimizin, belə deyək, onun şücaətidir, onun qəhrəmanlığıdır. Bizim şəhidlərimizin hər birisi vətən yolunda şəhid olur. Elə bir yolda şəhid olurlar, elə bir müqəddəs yolda ki, İmam Hüseynin davamçısı olub, İmam Hüseynin yolu ilə gedir. Mən məzaradan çıxanda belə bir arzu elədim ki, Allah bu şəhidlərimizi İmam Hüseyndən ayrı salmasın. Amin. Çünki orası çox müqəddəs məkandır, çox müqəddəs bir yerdir. Və xoş adamın halına ki, o İmam Hüseynə yoldaş ola bilir. Onun yanında ola bilir. Əsbab bunlar da bu yolu özləri üçün seçdilər. Eyni zamanda vətən yolunda. Vətəni sevmək özü imanlandır. Yəni bu şəhidlərin hər birisi, indi belə deyək, biz soruşsaq elə şəhidin atasından, valideynindən deyəcək ki, Allaha bağlı idi. Yəni şəhidlərin hər birisi, şəhid olan şəxslər Allaha bağlı olan adamlar. İmamına, öz dininə, əqidəsinə bağlı olan şəxslərdir. Çünki bu şəhidliyin özü də bir imanla gəlir. Yəni ola bilərdi, belədir ki, o da başqaları kimi getməzdi, yaxud orada qaça bilərdi, orada gizlənə bilərdi. Ancaq onun imanı, onun əqidəsi ona yol vermədi və hər şeydən üstün vətəni tutdu, ananı tutdu, bacını tutdu, torpaqları hər şeydən üstün tutub, öz canını tapşırdı, getdi. Və bayaq da mən belə də şunu danışmayacağım, mən bir şey dedim. Ola bilsin, belə bu Horanlı kəndinin özünü də burada oturan, bu dayanan şəxslərdən bəlkə heç bir 50% tanımırdı, bunun yolu hardandır, gəlir. Məsələn, bugünkü bu kəndi gələn adamlar şəhidin hesabına tanıtır. Bu kənd, bu şəhidin kəndidir. Əgər bizə belə deyək, məsələn, mənim üçün desəydilər ki, bu kənd adamların sıraları ilə başlayıb yazmağa, mən derdim ki, birinci şəhidin adını yazardım. Çünki bu kəndin fəxri sakinidir. Bugün burada fiziki cəhətdən olmasa da, amma adı əbədi bir tarixə yazılmış bir şəxsdir. Əbədi olaraq bu kəndin sakinidir və bu kəndi, belə deyək, dünya səviyyəsində olmasa, bütün Azərbaycanda tanıtılan şəxsdir və ona görə bu kəndin fəxri bir şəhididir. Mən müharibə haqqında necə başladı, necə getdi, bunların haqqında mənim belə deyək, təsəvvürlərim, məlumatlarım çoxdur başqa, amma bunların haqqında mən danışmaq istəmirəm. Artıq bundan 5 il keçir, bizim hər birimiz belə deyək, prezidentin çıxışları, nə bilim, başqa çıxışları hamısını görmüşük, eşitmişik, görürük ki, bugün də bizim cənab prezidentimiz vətən müharibəsindən danışan həmişə fəxrlə deyir. Bu müharibəni bizim şəhidlərimiz qurdu. Yəni, prezident dəfələrlə çıxışlarında deyib ki, nə qədər belə müvəffəq bir plan da hazırlansa, nə qədər silahımız da olsa, o bəzən deyirlər ki, nə bilim, Türkiyə falan şey verdi, Türkiyə bunu Ukrayna bizdən də çox satır, həmin o puanları. İsrail bizdən də çox satır.
Ama gün-gündən Ukrayna torpaqları işğal olunur. Hətta bir nəfərə bir sual verəndə belə bir deyəcək. O diplomatların birisinə qayıdıb deyib ki, bəs niyə burada məğlub olur Azərbaycanda belə? Deyib çünki burada Azərbaycan şəhidləri yoxdur. Azərbaycan şəhidləri yoxdur. Əgər Azərbaycan şəhidləri Ukraynada Azərbaycandakı kimi döyüşsəydilər, bəli, indi Ukrayna Rusiyanın nə qədər? Çünki Azərbaycan Rusiya qalib gəldi də. Kimdir ki Ukrayna? Azərbaycan ilə Rusiya qalib gəldi bu müharibədə. Hər birinizə baxırsınız da, bugün Azərbaycan prezidenti ilə danışanda elə bil hansısa ona tabi olan bir icra başçısı ilə danışır. Yəni Rusiyanın prezidenti cənab prezidentin qarşısında bir icra başçısı kimi hərəkət edir. Onu gəlib görüşməyin, durub getməyi, ondan öpüşməyi görəndə siz bunun açıqlasını şahid olursunuz, görürsünüz bu hadisələri, hər birisi bilirsiniz. Yəni bunu da o səviyyəyə qaldıran prezidenti də, xalqı da, millət də, dünyada tanıtıran bizim bu şəhidlərimizdir. Və o da ona görə deyir ki, Azərbaycan şəhidi. Yəni çəkinmədi ölməkdən, amma hər şeydən vətən üstüdür. Ölsə də vətənini azad elədi. Və bugün biz xoş belə asıldı deyə bilirik ki, artıq bizim üçün erməni təhlükəsi yoxdur. Ermənidən qorxmağa ehtiyac yoxdur. Çünki bizim şəhidlərimiz bir dəfəlik onların yerində, yurdunda oturur. Bir dəfəlik. Və Allah onların cəmi, hamısı, Azərbaycan 30 minə qədər şəhid verib, 30 bin şəhidimizi. Allah rəhmət eləsin, Amin. məkanların cənnət eləsin. O müharibədə döyüşən qazilərimizdir, vətən müharibəsi iştirakçılarıdır. Onlara Allah can sağlığı versin, şəfa versin, uzun ömür versin və biz də həmişə onların haqqında danışanda belə fəxrlə, qürurla danışırıq. Sağ ol Vaqif müəllim. Allah hər birinizə səbr versin. Çox gözəl bir simət oxundu. Bəli, fizik qələbəni, ərazi bütövlüyünü təmin edən Müzəffər Ali Baş Komandanımız və Azərbaycanın müzəffər ordusu oldu. Bizim ordumuz, yəni sübut elədi ki, Azərbaycanın möhkəm ordusu var. 4 oktyabr 2025-ci ildə 5-ci il dönümünü keçirdiyimiz xüsusi təyinatlı şəhidimiz, Arız kəndində dəfn edilmiş şəhidimizin Hamal Qarayevin atası Açablaq Orta Məktəbinin direktoru Ədalət müəllim məsləhətləşdirək. Buyurun. Ben burada dəvət olan ölkədə şəhid atalarını, analarını salamlayıram. Şəhid sevərləri salamlayıram. Kənd cəmaatını, rayon ictimaiyyətini, dövlət hökumət quruluşları hamısı salamlayıram. Düzdür, mən bayaq gələndə də bir ifadə işlətdim. Dedim, Allahın qüdrətinə və möcüzəsinə baxın ki, nə qədər ədalət. Bunlar hansı şəraitdə necə şəhid olmağını nasıl olmayan bu günlər biz onların ziyarətinə gəlmişik. Belə bir günəşli gündə bu Allahın bizə verdiyi bir o şəhidlər olan verdiyi Allah tərəfindən. Hamımızı Allah yaradıb, hamımızı dünyadan gedəcək. Bu şəhidlər əbədi yaşardı. Onlar heç vaxt ölmürlər, ölməzdirlər. Həmişə xatırlanacaq. Və yardımlığın ən hündür dağ kəndlərindən biri var. Onun kəndi də baxanda bu ətraf kəndlər hər tərəf Azərbaycanın bütün hüdudlarından bura görünür. Bu şəhidi olan Allah tərəfindən bir ehtiramı. Bax bu məkandır. Bu kəndin müqəddəsliyidir. Çünki bu şəhidi var kəndi. Və doğrudan da bu 44 günlük müharibəni qalibiyyətlə başa vuran, bax o oğullar, o şəhidlər, o qazilər vətən tarixini yazdılar. Biz şəhidlərimizə fəxr edirik. Zaman zaman illər ötəcək, nəsillər yenilənəcək. Amma şəhidlərin uyduğu məkan və şəhidlər heç vaxt unudulmayacaq. Hesab edirəm ki, Əsədullah müəllim qeyd edir, Vaqif müəllim qeyd edir, sentyabrın 27-si bizim üçün ağırlı, kədərli bir gün oldu. Düzdür, biz torpaqlarımızın azadlığı uğrunda müharibəyə, savaşa başladık. Qəhrəman bir böyük şəkil. İgid oğullarımızın qalxdığı bir müharibəyə, savaşa qalxdık. Və şəhidlərimiz oldu. Biz artıq bizə qalibiyyəti yaşadan və Azərbaycan çağdaş tarixində 8 noyabr zəfər tarixini yazan o təqvim qarşıdadır. Biz onun ərəfəsindəyik. Bu illər onun 5 illiyi qeyd olunur. Şimdi bir neçə gün bundan əvvəl Milli Məclisə qələbənin 5 illiyi haqqında bir bəyanat qəbul edildi və bütün dünya ölkələrində bəyan olundu. Dünya dövlətləri də bəli Azərbaycanın o mərd oğullarının, o qəhrəman oğullarının göstərdiyi şücaətin qarşısında baş əyir. Xalqımız müzəffərdir. Ordumuz qalib oldu. Və Ali Baş Komandan, qalibiyyətli müzəffər ordunun Ali Baş Komandanı da bugün həm ordu baş qərargah komandanı kimi, həm də ki, ölkə prezidenti kimi bütün dünyada, bütün dövlətlər ən yüksək sammitlərdə belə çox yüksək ehtiram və qürurla qarşılanır. Bu Azərbaycan xalqını qürurlandırır. Şəxsən biz şəhid atalarını da ruhlandırır.
Allah'tan mən də şəhidlərimizə rəhmət, yerləri cənnət məkanlıqları şad olsun. Buracan hər birinizə də öz təşəkkür edirəm. Sağ olun. Çok sağ olun. Məclisimizdə yenə də şəhid ataları, başımızın tacı şəhid ataları iştirak edirlər. İşte söz verdim. İndi noyabr ayında 5-ci il dönümü keçirəcəyimiz 11-də keçirəcək. Zevin kəndi, yəni bizim 5 şəhid verən bir kəndimizdir. Kürəkçi 5 şəhid verən kəndimizdir. Zevin kəndində Siril Şirbəylinin, xüsusi tinəkli Siril Şirbəylinin şəxsən Şuşanın alınmasında Siruzun iştirakı olub, qəhrəmanlığı olub. Hamil qardaşımız, buyur Hamil. 30 yıl Allah'ın izniyle gider. Dur sırayını buraya verək. 5. il dönmeye yarışmışız. Allah kahraman şehirler tutuyor. Uzağını şad eylesin. Kahraman eylesin. Gazilerimize, veteranlarımıza sağlamlık versin. Valla yoldaşlar, yazlar etrafı tanıştığı şehirler hakkında. Ali. Sağ olsunlar bu il dönmeye yıkan memurlar, devlet memurları, şehir valideyleri. Bundan sonra Allah Teala'dan arzuludur ki bir daha anlamanlı olsun. Allah size sabır versin. Məclisimizdə daha bir şəhidimizin atası iştirak edir. 3 oktyabr 2025-ci ildə 5-ci il dönümü keçirdiyimiz Kürəkçi kəndində dəfn edilmiş şəhidimiz Məhəmməd Elmirin atası Əzəmin qardaş. Buyur Əzəmin. Allah hizmetimize kömək olsun. Qazilərimize, veteranlarımıza. Allah sağlık olsun. Allah size sabır versin. Bayaq sözümü başlayanda dedim ki yardımda ilk günler 2 dənə şəhidimiz oldu. İlk şəhidimiz 2 nəfər oldu. Birinden söz verdim Vakıf Mərnol Cabit Zeynallı idi. Biri de Əliyev Elçin Kürəkçi kəndində dəfn edilmiş Əliyev Elçin. 30'unda da onun 5-ci il dönümü keçirir. Atası Sarvan kişi iştirak ediyor. Buyur Sarvan. Ben de hamd selam eylem. Allah can şehitlerimize, yurtlara şahane. Amin. Bütün şehit severlere can sağlığı versin. Sağ olun. Yardımlının Ziyalılar kendi olan kahramanlar, sonra da şehitten sonra kahramanlar yurduna çevrilen Sazı kendine burada Sazı kendinde hususi tayinatlı Leytinant Tural Aslanov'un Sazı'da defnedilmiş şehidin atası Eşen kardeşimiz özü de 1. Karabağ veteran muharebesinin veteranıydı. Hem de o Hacı Namık'ın çok güzel yadındadı. Deməli Elbis müəllim bu arka cephede bizim bir komanda vardı. Hacı Namık ile burada iştirak ediyorlar. Bu adam da şadman maşiniyle daimi yani şinleri taşırdı. Biz öz dilimizde təkər diyoruz. O yani 1. Qarabağ müharibəsində, yani 2. Qarabağ müharibəsində de iştirak edib. 1-də de özü silahla iştirak edib. Eşen Aslanov, buyur Eşen kardeşim. Şəhid et. Teşekkür ediyorum. Kardeşler, hamısı girdiler. Ama işte onun için değil. 16'sında. Onun için 16'sında teşhis edildi. Burada dur versene yine değil mi? Biz onları unutmayalım. Şehitler onda göğüs çubuğları unutursun. Ama herkes şehitlerini unutursun. Allah yaşayın. Yatlaşım təzəliyi mi görür? Yadından çıxmayın. Şimdi biz de Azerbaycan'a muharebe eylemesin. Amin. 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 Sağ ol. Yardımlı Dəlləri kəndində dəfn edilmiş Hüseyin təyinatlı şəhidimiz Zahirli Zahidin atası Kərbəla Azad məclisimizdə. Buyur Azad qardaş. Tamam. Allah şehitlerimizin məqamımızı eylesin. Amin. Bura gelen insanlara da Allah şehidin şəfaətini qismət eləsin. Sağ olun. Allah razı olsun. Allah size sabır versin. Bir şey ya olabilir unuttum. 8 Oktyabr'da da hemen şəhidimizin biz 5-ci il dönümünü keçmişik. Möhtəşəm bir şəkildə. Növbəti bir söz verirəm ki, Bilnə kəndində sizə buradan yaxındır. Oranın yolacaq tərəfi çox qəşəng tanıyır bizim Bilnə kəndində. Dəfn edilmiş şəhidimiz Rızalı Əlinin atası. İkisində Oktyabr'da da bu il dönüm 5-ci dönüm keçmişik. Ali Nuri kardeşim buyur. Çok sağ olun. Ne kadar şehidimizin salonunda bir
Allah səni şəhidlərimizə rəhmət eləsin. Mən həmişə deyirəm, yəni sözün başqa yerə keçməsin. Oktyabr, sentyabr ayı nə qədər faciəli ay olsa da o qədər bizim dəyərli aylar. Çünki bizim kimliyimizi, mənliyimizi, dövlətimizi qaytarır bizdən. Yəni dəyərli aylarımızdır. Allahıma şükür edirəm ki, bizə belə dəyərli yollar qismət elədi. Və bu canların, qanların, xalqın, dövlətin yolunda fəda elədilər. Allah bunları şad yerlərini cənnət məkan eləsin. Allah xalqımıza bir də yaman bir göstərməsin. Sağ olun. Rayonumuzun Avaş kəndində dəfn edilmiş şəhidimiz xüsusi təyinatlı Mailli Mahmudun 13 oktyabrda da onun biz 5-ci il dönümü keçirmişik. Atası Əflatun qardaşım iştirak eləməz. Buyur Əflatun qardaş. Evvela hamını salamlayıram. Bugün şəhidimiz Eminli Rüstəm Baysoğlu'nun 5-ci il dönümüdür. Kənd İctimai Cəmiyyəti, rayon cəmiyyətimiz, hərbi komissarlıqda məktəb direktorları burada hamısı iştirak edir. Yəni, mən də bir şəhid atası kimi qürur duyuram ki, şəhidlərimiz unudulmayıb, hələ 5 ildə yəqin ki, gələcəkdə də unudulmayacaq. Ədalət müəllim, Vaqif müəllim çox gözəl izah elədilər şəhidlər haqqında. Baxmayaraq 44 günə biz o şəhidlərimiz Qarabağı azad ediblər işğaldan, amma biz 44 il və yaxud 440 il və yaxud 4 erada bundan sonra hələ danışacaqlar o şəhidlər haqqında tutalmayacaq. Çünki şəhidlərimiz böyük nailiyyətlər əldə edir. Bəzən danışırlar Moskvada, Rusiyada, Türkiyədə yaşayan Azərbaycanda bir yer danışır. Mən ayın 30-da Leriç rayonunda 2 şəhid vermiş Mövlanalar ailəsində oldum. Öz gözümün şahidi, yəni gəlib görüşdüyümüzlə Moskva iş adamı Tofiq adında. O hətta Speyçin əməkdaşlarını ora həmdəki rayonların hamısına öz vəsaiti hesabını, öz avtomobillər aparır. O söhbət elədi ki, biz 2020-ci ilə qədər Rusiyada yaşayan Azərbaycanlılar biz yaşamırdıq. Sadəcə işə gizlin gedib, gizlin gəlir. Amma 2020-ci sonra biz elə bir orada qürur sahibi olmuşuq. Yəni, bax, görürsən, mənim deyir, işim orada olsa da, amma özüm bunu istəyirəm ki, bütün ailələrdə olan və o şəhid ailələrinin, atalarının, analarının əllərinə öpər. Yəni, mən öz gözümün şahidi oldum. Ona görə şəhidlərimiz söz yox, bizi də sevindirlər. Yəni, bizi Azərbaycanın daxil, biz bilirdik nə proseslər gedir. İndi nə qədər dərdi olsa da şəhid ailələri o qədər də qürurluyuz. Yəni, vətənimiz bugün azad, Azərbaycan ən gözəl dövrünü yaşayır. Yəni, bunu Lori dildə desək, Azərbaycan bugün Qarabağımız ermənisiz Qarabağ adlanır. Yəni, həmişə ermənilər oranı alilər bilər, dahilərimiz bilir ki, yəni, elə Sovet dövründə də işğal kimi eləyiblər, özlərin biliblər. Amma indi Qarabağımız, bütün Azərbaycanımız çox, necə deyim, o yaxşı günlərini yaşayır, inşallah yaşayacaq da şəhidlərimiz də ki, həm bugün bizim bugünümüzdür, həm də gələcəyimizdir. İnşallah Allah Teala bir də Azərbaycana müharibə göstərməsin. Bu günləri bir faktı deyəcəm, mənim bir yaxın, yəni baldızım oğlu hərbi xidmətdə Kəlbəcərdədir. Ədalət müəllim, 5 il bundan qabaq Kəlbəcər yox, Füzulidə xidmət edəndən ötürü gecə gündüz ağlayardılar. Amma o uşaq 1 ildən artıq orada xidmət edir. Buranı and olsun, elə bir ki, elə evlərində xidmət edir. Yəni, o qədər azad, o qədər sərbəst bu dəqiqə ordumuz hərəkət edir. Yəni, orada irəliləyiş var, Azərbaycan dövlətinin özündə irəliləyiş var ki, yəni, ailələr tam arxan gəzirlər. Yəni, bölgələrə gedirik. Şuşaya bu yaxınlarda, hansısa Avqustanda getdim. Əvvəl, yəni, Şuşaya adı tutulanda biz deyirik ki, ermənilər bizi güllələyər, öldürər, amma tam sərbəst Şuşanı, Xankəndini, Ağdərəni, Xocanı gəzmək, yəni bu özü hamısı şəhidlərimizin sayəsindədir. Yəni, şəhidlərimiz çox böyük bir nailiyyət gördülər. Allah bizim dövlətimizi qorusun, dövlət başçımız qorusun, şəhidlərimizin məkanı cənnət ruhları şad olsun. Bir də Azərbaycan xalqı, ümumiyyətlə müsəlman xalqını heç vaxt Allah Teala müharibəyə imkan verməsin. Sağ olun. Allah sabır versin sizə. Mən həmişə qürur duymuşam yardımcı şəhid ataları ilə, şəhid yaxınları ilə. Ona görə ki, heç vaxt asi olmayıblar. Həmişə şəhidləri ilə qürur duyurublar. Həmişə də dövlətimizi yəni dəstəkləyən şəhid atalarıdır. Allah sizlərdən razı olsun. İndi Şəfəqdən Sarban şəhidimizin qardaşı Fikrət müəllim iştirak edir. Buyur Fikrət müəllim. Salamlayıram. Allah razı olsun. Allah səbirlərinizə. Sağ olun. Yenə də Kürəkçi kəndindən şəhid atamız burada iştirak edir. 23 oktyabr 2025-ci ildə 5-ci il dönümünü keçirtdik. Şəhidimiz baş leytenant
Məmiyə Valihin atası İsmet kardeşimiz meslekte. Bu İsmetçi. Allah'a selamünaleyküm. Ben de şahit olarak yardımcı. Tüm konaları selamlayırım. Allah hamsın kömək olsun ki, Mayıs kardeşimize manevi destek olsun. Allah şəhidlərimizin müşahede etsin. Amin. Qazilərimize şəfa versin. Devletimizi, devletçiliğimizi korusun. Sağ olsun. Şəhid atası ve şəhid əmisi ikisi de Nazimlə Cabir müəllim biraz irəli zəhmət olmasa Teşcan kəndində, yani bu zona yaxşı tanıyır Teşcan kəndi, balaca bir kənd. Ancaq onun qəhrəman övladı, şəhid övladı Teşcanı bütöv dünya, Azərbaycanı hər yerdə. Beyləqanda mən olmuşam, yani Teşcan kəndi Kərbəla tanınır. Yani o şəhidin hesabına tanınır artıq. Ayın 16'sında da 5. il dönümü keçibdik. Şəhid Deməli Sultanlı Yeşənin atası Nazım kardeş. Buyur Nazım. Allah daha şahitlerimizi Allah şahit sever halkımızı korusun. Allah her birinize can sağlığı versin. Günleri gelip kahraman şahidimizin 5. il dönümünde iştirak ediyoruz. Çok sağ olun, var olun. Allah kahraman şahidimize inşallah. Növbəti çıxışa şəxsə söz verməkdən əvvəl bir xatırlatma yapım ki, bizim Yardım rayonu Peştəsər kəndində Əfsanavi kəşfiyyatçı baş leytenant Şahlar Nəzərov 2007-ci ildə bilirsiniz ki, kəşfiyyatçı şəhid olub, 2 övladı qalıb. Şəhidimizin atası keçən illərə, bax bu deməli noyabrın 28-də il dönümü tamam olacaq. Yaşar Nəzərov, bütün şəhid ataları, bütün yardım cəmaatı ona özünü ağsaqqal seçmişdilər. Hamısına hörmətlə, izzətlə yanaşırlar. Allah ruhunu şad eləsin, rəhmət eləsin. Onun yolunu davam edən qardaşı Cabir müəllim, həm şəhidin əmisi, həm də şəhid atasının qardaşı Cabir müəllim də məsələmizdə mütəmadi iştirak edir. Bu Cabir müəllim. Çox sağ olun müəllim. Mən də bütün ziyarətçiləri salamlayıram. Allah sizin köməyiniz olsun. Şəhidləri rəhmət eylesin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah şad olsun, məkanları olsun. Allah sizdən razı olsun. Biz oxuduqlarımızı, eşitdiklərimizi gələn hərbiçilər dəfn mərasimlərində olan hərbiçiləri də mən də biraz eşəyə həvəsləyərəm, azəməlim. Onların dinləyirdik bizim uşaqlarımız haqqında. Yəni indi oxurken, indi mən dedim Amal haqqında kim, məsələn Cəlilabadlı yanında şəhid olub, necə vuruşmasını eşidirik. Ancaq bəzi yoldaşlar ki, məclislərimizdə iştirak edir, onlar gözü ilə o müharibənin odun alavur içinə gediblər. Onlardan da ikisi bizim məclisdə iştirak edir. Yardım rayon icra hakimiyyətinin şöbə müdürü, baş leytenant, müharibə vaxtı, yəni Gənclər Təşkilatında müavini kabinetin qoydu, otağın qoydu, getdi müharibədə iştirak elədi və müavini Rafael. Röşən müəllim, buyur. Salamlayıram tədbir iştirakçıları. Ziyarətə gəlmişik. Şəhidlərimizin 5-ci il dönümüdür. Allah ziyarətimizi qəbul eləsin. 5-ci il dönümü ilə əlaqədar, şəhidlərimizin 5-ci il dönümü ilə əlaqədar Respublikanın hər yerində, o cümlədən rayonumuzda da hanım tədbirləri keçirilir, ağac əkmə aksiyaları keçirilir şəhid ataların iştirakı ilə. Xatirə turnirləri təşkil olunur. Məktəblərdə, idarə təşkilatlarda hanım tədbirləri keçirilir. Bugünkü tədbirimizdə qəhrəman şəhidimiz Şuşa uğrunda qəhrəmancasına şəhid olan Rüstəmin 5-ci il dönümüdür. Qeyd olundu, şəhidlərimiz seçilmiş şəxslər olublar. Qəhrəman şəhidimiz Emin Rüstəmli 16 sentyabr 1999-cu ildə Oronu kəndində anadan olubdur. Hələ hərbi xidmət illərində yəni seçilmiş şəxs olduğuna görə Türkiyədə dəvət olunubdur, kurs keçibdir. Şəhidimizin həm qəhrəman şəhidimiz Eminli Rüstəmin, həm də digər şəhidlərimiz də 1-ci Qarabağ şəhidlərindən, 1-ci Qarabağ müharibəsi əlillərindən, qazilərimizdən, veteranlardan, onların döyüş yolundan örnək götürüblər. Qəhrəman şəhidimizin səhv etmirəmsə dayısı da 1-ci Qarabağ müharibə veteranıdır. Və mən onu qeyd etmək istəyirəm ki, bizdə 1-ci Qarabağ müharibəsində 75 şəhid vermişik, Vətən müharibəsində 25 şəhidimiz olur, antiterror döyüşlərində isə 2 şəhidimiz olmaqla cəmi 102 şəhidimiz var. Vətən müharibəsindəki 25 şəhidimizdən 4-ü səfərbərliyi ilə döyüşə cəlb olunub ki, qəhrəman şəhidimiz Eminli Rüstəm də 16 oktyabrda səfərbərlik xətti ilə Vətən müharibəsinə qoşulub, 1 noyabrda Xocavənd Şuşa istiqamətində qəhrəmancasına şəhid olubdur. Ölümündən sonra ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən Vətən uğrunda Cəbrayılın azad olunmasına görə, Füzulinin azad olunmasına görə, Xocalının
üzrə Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunmuşdu və bizim 25 şəhidimizdən 16-sı ölkə prezidenti tərəfindən müxtəlif ordenlərlə təltif olunmuşdu və digər şəhidlərimiz ki var, yəni biz də gözləyirik, inşallah onlar da təltif olunacaqlar. Şəhidlərimizin xatirəsinə kitablar yazılır, filmlər çəkilir. Nə qədər xalqımız var, şəhidlərimizin ehtiramı qəlbimizdə həmişə əziz olacaqdır. Fürsətdən istifadə edib şəhid atası, şəhid atasına, şəhid anasına başsağlığı verirəm. Allah səbir versin. Digər şəhid atalarına da Allah səbir versin. Allah şəhidlərimizin ruhlarını şad eləsin. Ən böyük iki təsəllimiz var ki, birinci təsəllimiz şəhidlərimizin uca məqamıdır, qeyd olundu. İkinci ən böyük təsəllimiz isə bu haqq savaşımızda, bu haqq mübarizəmizdə biz qalib gəlmişik ki, bir neçə gündən sonra elə sizin iştirakınızla ölkə olaraq, xalq olaraq biz zəfər günün təntənəli şəkildə qeyd edəcəyik. Zəfərimiz daimi olsun. Həmişə vətənpərvər olaq, şəhidlərimizin ruhun daim qəlbimizdə əzizdir. Çox sağ olun, diqqət çəkin. Ali Məclisimizdə, şəhid məclisində bir nəfər iştirak edir dövlət məmurumuz. Qısa müddət ərzində gəlməsinə baxmayaraq özü və bütün əməkdaşları mütəmadi iştirak edirlər. Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin Yadırma Bölməsi rəisi Cənab Podpolkovnik Leytenant Elbrus müəllim məclisimizə iştirak edir. Buyurun Elbrus müəllim. Əziz şəhid ataları, hörmətli tədbirçilər, hər birini salamlayıram. Şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Şəhid ataların qarşısında baş əyirəm. Qeyd etdiyi kimi, Rövşən qeyd etdiyi kimi, qarşısına Zəfər bayramı gəlir. Bəli, Zəfər bayramı bizi şəhidlərin qoruyur, şəhidlərin qanı bahasına, qazilərimizin sağlamlığı bahasına əldə edilmişdir. Allah şəhid atalarına səbir versin. Allah şad etsin. Amin. Sağ ol müəllim, var olasın. Sizə bir qısa təşəkkür borcumuz var. Onu mən burada demək özümə borc bilirəm. Mən həmişə mütəmadi 5 il ərzində acıdan və dəfələrlə demişəm, şəhidlər ataları, şəhid ailələri, şəhidlər ataları, valideynlərinin Kərbalay, maddiyyata ehtiyacı yoxdur, ancaq mənəviyyata çox ehtiyacları var. Siz ikiniz də dəyərli ziyalısınız, bilirsiniz. Mənəvi ehtiyacları var. O mənəvi ehtiyaclarda biz çalışmışıq. Bir dəstə adam, yəni bizim elə hamımız elə silahdaşlarımızla və mən də mütəmadi olaraq bacardığım qədər bu şəhid ataları ilə ünsiyyətli olmuşam, münasibətli olmuşam və onlara qayğı göstərdi. Məclislərdə mütəmadi iştirak etdiyimə görə 23 oktyabr 2025-ci ildə Cənab Podpolkovnik Leytenantımız Elbrus müəllim məni fəxri fərmanla təltif edib. O mənə verilən fəxri fərman deyil, bütün yardımcı cəmaətinə, şəhid atalarına olan bir töhfədir, inandır. Təşəkkür edirəm hamımızın əvəzində. Çox sağ olun, var olasınız. Malxan müəllim məclisimizdə iştirak edir. Əlif Malxan uzun müddət polis orqanlarında iştirak edir. İndi xeyrə işlə məşğuldur. Mütəmadi də bizimlə silah yoldaşıdır. Buyur. Hər kəs salamlayıram. Şəhid atalarını salamlayıram. Mənim üçün yox, çox danışmaya adam yoxdur. Allah bütün şəhidlərin rəhmət eləsin. Allah yaşa düşün, Allah hansı şəhid dünyasını dəyişin. Allah rəhmət eləsin. Amin. Allah şəhid validələrini qorusun. Allah qazilərinə şəfa versin, veteranları qorusun. Allah ordumuzu, hərbçilərimizi, dövlətimizi qorusun. Allah Azərbaycan xalqını, Azərbaycan dövlətini bir daha müharibə ilə və çətinliyə imtihana çəkməsin. Amin. Bəli, bizim belə deyək, dildə deməyək ki, biz şəhid valideynlərin yanındayıq. Şəhidlər bizim övladımızdır. Bunu əməldə göstərmək lazımdır, əməldə demək lazımdır. Və mən həmişə ola bilsin, o nəsə deyirəm, haqq deyirəm, kiməsə mənim xoşuna gəlmir. Bu mənim qayamdır, bu mənim mayamdır. Mən şey nə eləyəsəm, mən bu səhvi deməliyəm. Bəli, hər bir kəs, bax yenə deyirəm, indi baxayım da burada. Yenə baxırsan ki, öcək olmalı. Mənlə inciməyim. Yenə müəyyən məsələn idarələrdən, müəyyən yoldaşlar, müəyyən axsaqlarımız yox. Danışıram deyirlər, niyə deyirsən? Bəli, hər kəs öz əməli ilə bu həyata keçirməlidir. Amma bilir, mən özüm birinci Qarabağ müharibəsi veteranıyam. Özü o vaxt bilir də polislər Əliyanı getirdi. Oğlum Qarabağ müharibəsi 44 günlük antiterror. Yəni aprel 4-də iştirak edib. Yəni cəsur döyüşçü, igidliyə görə bunlar sadalan medalları var. Mən özüm də çalışıram ki, şəhid atalarının yanında, şəhid məsələlərində imkan qədər iştirak edeyim. Yəni ola bilsin mənim səhvim imkan verməyəcək, bir hamıda mən səsləyəm. Amma mən belə deyəcəm, bax mən dedim də Allah, onu mən hər bir canlı yayın açıram. Mən bütün canlı yayında başladığım həmin sözlər deyirəm. Və özünüz də bilirsiniz ki, mən xeyriyyə işinə məşğulam, o cümlədən ki, həm də bir nömrəli məktəbdə valideyn komitəsinin sədriyəm. Orada biz artıq
10 dənə şəhidin adına otaq vermişik. Qismət olsa, Allah qismət eləsə biz bunu davam eləyəcəyik. Ondan da əlavə dediyim kimi çalışıram ki, düzdür, şəhid atalarının da heç bizə də ehtiyacı yox. Məsələn, mən desəm ki, gəlsən, gəl sənə bir tamam verim, deyəcək ki, ayıbdır və yaxud da azada və yaxud başqa. Yəni bunlar bunu tamamını eləmir, özü də bilirsiniz. Amma hansı o imkansız qazilərimiz var, hansı o imkansız veteranlarımız var, mən çalışıram ki, onların yanında olum, onlara dəstək olum. Yəni bu il bildiyiniz kimi 168 nəfərə biz hansı yollansa, hansı vasitələncə paltar verdik. Yəni bir işimizdən danışırıq. Amma əsas məqsəd belə dediyim kimi şəhidlərdən gedir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərini qorusun. Allah dövlətimizi cənab prezidenti qorusun. Sağ olun, təşəkkür edirəm. Mən çox sağ olun. Müəllim, var olasınız. Personel olduğu için buna bir tane medal veriyoruz. Çox məclislərdə mən demişəm bu sözü. Mütəmmədi borcumdur bir ziyalı kimi. Hər kəndə o bilinməlidir. Dəyərli ziyalılar, yardımlı cəmaatı müharibə vaxtı heç də pasiv rayon olmadı, pasiv cəmaat olmadı. Ortada olan bir ziyalı kimi deyirəm, aktiv olduq. Şair Əsəbə burada şahid iştirak elədi, şeir deyirdik, çıxış edirdik. Arxa cəbhədə də bir qrupda iş adamlarımız vardı və onlar da gecə gündüz ancaq ərzaq toplayıb arxa cəbhədə cəbhəyə yardım göndərirlər. İnanırsan, onlardan da bir məhsimizdə iştirak edir. Qoy bir ikisinin adını deyim. Məsələn, Ostərdə Fariz müəllim iştirak edir, mütəmadi gedir. Dələldə Azad qardaşımın kətçi var, Rəşid Almasov. Çox mütəmadi iştirak edənlər. Əsəbə müəllim şair onları siyasi bilir. Köriyədə Bakır qardaşımız iş adamı. Kərbəlayı Rizvan olub, Kərbəlayı Rabil olub, Rəşad olub. Yəni iş adamları, Hacı Namik özü olub. İqbal Nəhməd, yəni başda olanlardan biri olub. Allah başladı. Azər Əkbərov olub, yəni dövlət məmurlarının olub və mütəmmədi olaraq o vaxtda biz xeyriyyə cəmiyyəti olaraq onları həmişə mükafatlandırmışıq. O insanlardan da biri ola bilər Hacı Yaşadolovun bilmədiklərim yadımdan çıxanlar var. Hacı Sadık olub. Bəli, Hacı Sadık olub qardaş. O da iş adamı kimi mükafat alır. 100 binlik bəlkə də bir. Yəni çoxdur. Mirqubad olub Gürzümildən, yəni necə qazilərə. Yəni var, yardımda onlar Allah canı sağ eləsin. Onlardan da biri Hacı Namik olub və müharibə öz pikapı ilə də müharibə xəttinə də bölgəsinə də gedib iştirak edir. Buyur. Allah hamıza can sağlığı versin. Allah cəmi şəhidlərimizə rəhmət eləsin. Allah biz şəhidlər haqqında nə qədər danışsın, həftələrdən, aylardan danışmaq olar, onların hərəkətlərindən, onların mərdliyindən. Burada vaxtı çoxalmaq istəmirəm. Bunlar hər şeyə öz sözlərini deyiblər. Öz qanunlarının öz sözlərini deyiblər. Amma mənim yadımdadır ki, 5 il bundan qabaq, tarix o qədər tez gəlir, keçir. 5 il bundan qabaq, Allah rəhmət eləsin, qardaş gətirəndə burada dəfn edəndə, Mayıs yoldan o da gəldi bizə, yolda gəldi. Burada gəldi, heç bir deyə bilmədi, demədi. Allah cəmi şəhidlərin şəvayətimizin üstümüzdən əsir eləməz. Onlar valla sözlərini deyiblər. Bizim onların şəvayətinə, bizim onlara ehtiyacımız var. Allah hamımızın köməyi olsun, gəlibsiniz. Valla bu ziyarət şəhidlər İmam Hüseyin davamçılardır. Elə biz bugün Kərbalaya getməmişik, bir şəhidi ziyarət eləmişik. Allah hamımızın ziyarətini qəbul edəsin. Allah hamımızın köməyi olsun. Bundan sonra bundan da möhtəşəm gələk. Şəhidin tədbirini, çünki valla İmam Hüseyin şəhid ziyarəti, İmam Hüseyin ziyarəti deməkdir. Allah sunu hamımızın köməyi olsun. Yenə də deyirəm, Allah cəmi şəhidlərin şəvayətini bizim üstümüzdən əsir eləməz. Sağ olun. Məclisimizdə dəyərli bu zonadan olan dəyərli bir ağsaqqalımız, ziyalımız, din xadimimiz olacaq kəndindən Təmşət müəllim iştirak edir. Təmşət müəllim buyur. Rayon ağsaqqalı buyur. Bağışlanma mehriban Allah'ın adıyla. İlk olarak bu âli tədbirə cəmalat, bütün şəhid valideynləri, şəhid ataları, beşləmək nümayəndələri, dövlət məmuru salamları tərif edir. Gözəl çıxış ilə qardaşlarımız oldu, ziyalarımız oldu. Benim alışım bütün məsələ toxumlar. Mən Allah'ın sözünü xatırlatmaq istəyirəm ki, Allah təala Quran-ı Kərimdə deyir, siz şəhidin məzarının üstünə yazılıb ki, siz şəhidləri ölü hesab eləməyin. Onlar diridirlər, Allah'ın yanında dururlar. Və Allah təala özü buyurur ki, şəhid yaxınlarına mənafi mən özüm qoruyacağam. Yəni kimsə ona hansı bir formada əziyyət edirsə, bu adam Allah'la artıq müharibə baş edir. Ondan qorxmaq lazımdır. Şəhidlər bizim üzərində elə bir haqq qoyublar ki, biz nə qədər onların valideynlər xidmətən dursun, yenə də olan haqqı qaytara bilməyəcək. Nəinki 30 il, onlar 200 il bundan qabaq ki, bizim alnımız onun ləkəni, o tarixin o mənfur səhifəsini sildilər, ölkəmizə, xalqımıza böyük bir uzaqlığa gətirdilər. Tək o, bax, yoldaşların birisidir ki, o yəni Moskvalara, yəni olan vəziyyəti, bizim qonşu Səfərat kəndindən birisi Qazaxıstan uzun müddət gedirdi, Allah rəhmət eləsin. O da nazirlə dostdur. Bir dəfə də gedəndə orada birinci nazir, Dağıstan nazir deyib ki, tam olsa siz orada ermənilər siz ölkədə baskın edirlər, siz gəlib çörək kazanırsınız. Bu nazirə deyir. Nazir çağırıb onu
müavini deyil. Mən Bakıda işləmişəm. Mən o xalqı tanıyıram. Onlar necə mübarizə xalqı. Yadında saxla ki, onlar ermənlə vuruşmurlar, Rusiya ilə vuruşurlar. Və bugün bizim şəhidlərimiz sübut elədi ki, sizin məlumatsız vəziyyətlər, məlumatlar. Dünyanın ən inkişaf edilmiş hərbi ölkələrində Şuşanın fəth olunmasını belə dərk edə bilmirlər. Heç bir dövlət bundan barışa bilmir ki, bu mümkündür. Sən süngü ilə, bıçağla, başqa silahlarla mümkün olmayan o cür sıldırım yerdən ki, quş qalxa bilmir oradan, onu Azərbaycan oğlu qalxdı və bir tarix yazdı. O Şuşanı bizim Azərbaycan xalqının öz ixtiyarına qoydu. Bizim yeni bir mənəvi paytaxt oldu, mədəni paytaxt oldu və bu işlərin qurulmasında möhtərəm cənab Ali Başkanlarımızın böyük zəhməti oldu və şəhidlərimizin müsibəli xidməti ilə onların döyüşməsini bu əldə olunubdur. Mən bir söz deyim. Hüseyin Baygara Əmir Teymurun sonuncu nəfəsi olub, tarix müəllimləri burada sağlı tarix müəllimlərimiz var. Onun 40 vəziri vardı, Əlişir Nəvai da onun baş vəziri idi. Bir dəfə belə bir sual verdi ki, dedi şir sürüsü ilə qoyun sürüsü qarşı-qarşıya gəlsə hansı qalib gələr? 39 vəzir xorla dedi ki, Sultan sağ olsun, bunu bilməyinə var ki, aydın məsəl ki, şir sürüsü qalib gələr. Əlişirin cavabını gözləyir Hüseyin Baygara. Əlişir Nəvai dedi ki, yəni baş vəzir. Dedi, əgər qoyunlara şir başçılıq eləsə, şirdə də qoyun başçılıq eləsə, qoyun sürüsü qalib gələr. Çünki bunların komandanı şirdir, deyəcək döyüşək. Orada komandır, qoyun deyici qaçaq. Bugün Azərbaycana doğrudan aslan ürəkli bir şəxs rəhbərlidir. Cənab Prezident Allah onu da can salamat eləsin. Allah ordumuzu qorusun. Allah bütün şəhidlərimizə qəni rəhmət eləsin. Məkanlar cənnət olsun. Vətənimiz həmişə ağ gündə gəlir. Sağ ol, saqqalım. Sağ ol müəllim, var olasın. Məclisimizdə məclislərimizin yaraşığı, şair qardaşım Məsəba, mənlə həmişə tinti ilə məclislərin aparıcılığını eləyib, təşkilinə iştirak edib. Buyur Əsəb. Şadlığa günlerine sevinler. Amin. Bakıda tabii ki Zəfər günü gelir. Zəfər günü bize yaşadan oğulların karşısında biz başlayalım. Bunlar burada iştirak eden bütün ziyaretçilere, kendi ağzına, burada ziyaretlara, şahit muhabirlerine çok sağ olun diyelim ki bu ziyarette iştirak edin. Allah herkesten razı olsun. Amin. Sağ olun. Allah maaş kardeşimize sevinir. Sağ ol şair qardaşım. Yenə də məclisimizdə Yolacaq kəndinin dəyərli bir ziyalısı, şair qardaşımız Azam müəllim iştirak edib. Buyur Azam müəllim. Təşəkkür ederim. Sizə yalan qonaqları salamlayıram. İlk əvvəl şəhid atalarına, şəhid analarına Allahdan səbir diləyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Rüstəm Eminli'nin timsalında bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Amin. Mən də bir şair kimi şəhidlərə aid, yəni ürəyim yanıb, yanğı ilə yazdığım, şəhidlərə aid yanğı ilə yazdığım sizə qurban şəhidlər şeirimi söyləmək istəyirəm. Doğuldunuz vətən üçün sizə qurban şəhidlər. Şöhrətiz dağdan böyük sizə qurban şəhidlər. Haqsızlar gör neylədi, bağrım başın teylədi. Dağlar ağı söylədi sizə qurban şəhidlər. Siz igid, qorxmaz zirək, oldunuz vətənə gərək. Güllərdən xalı sərək sizə qurban şəhidlər. Əməliz şah dağ oldu, hər tərəfiz bağ oldu. Şükür üzüz ağ oldu sizə qurban şəhidlər. Siz günəşsiz, siz aysız, Allahdan gələn paysız, ölümü heçə saydınız sizə qurban şəhidlər. Qırdınız neçə səyisiz, xalqımın ürəyisiz, siz cənnət mələyisiz sizə qurban şəhidlər. Sizlər ali nəsildir, haqqa qulaq asıldı, qarı düşmən basıldı sizə qurban şəhidlər. Arzum budur dünyada, yox olsun döyüş, qada, ucaldız yüksək ada sizə qurban şəhidlər. Qara şal bağlamasın, qəlbimi dağlamasın, analar ağlamasın sizə qurban şəhidlər. Dediniz bu candan keçək, şəhid şərbəti içək, hamınız gözəl göyçək sizə qurban şəhidlər. Bayrağa büküldünüz, torpağa əkildiniz, göylərə çəkildiniz sizə qurban şəhidlər, sizə qurban şəhidlər. Sağ ol müəllim, var olasın. Mehdi müəllim, biraz irəli zəhmət olmasa. Bu kəndə gələsən, Horonu kəndinə, Horon kəndində bir qardaş haqqında, onlar haqqında söz söyləməmək Kərbəla mən üçün çox ağır olar. Bu kənddə bu başa çatmış, dəfn edilmiş Hacı Abbas əminin yadgar övladları var burada. Hacı Abbas əmi xeyirxah kişi olub, ağsaqqal kişi olub.
Bu oğlu da Beyler Əzzov ki, yəqin bu zona tanıyır. Rayon, ümumiyyətlə, rayon hamı tanıyırıq. Yardımı Xeyriyyə Cəmiyyətinin 2009-cu ildə 5 nəfər quranlardan biri Beyler Əzzovdur. Yəni o sevinir ki, bu kətdəndir, yəni Qoran kəndindən. Həmişə də ağsaqqallığı ilə, alıcalabıyla seçilən bir şəxsiyyətdir. Və onu da deyim ki, mənim də icraçı direktor işləməyimdə səbəbkarın çox elə Beyler müəllim olub ki, əslində müəllim bu işi bacarır. Onun da tövsiyəsi ilə icraçı direktor Hacı Namik bilir ki, Beyler müəllim deyir ki, bu işin elə yöntəmi təşkilatçının bilən odur. Beyler müəllimin də haqqında danışma, özü bilir, onun xeyirxah əməlləri hədsiz çoxdur. Saymanla qutarma olmaz. Bu kətdə də onun əsərləri var. Yəni, məktəbdə, yolun çəkilməsində, ocağın tikilməsində, suyun çəkilməsində, qəbrastanda görülən işlər barəsində, yəni məndən də yaxşı bilirsiniz. İndi onu kətdə təmsil edən qardaşım Mehdi müəllimdir. Bələdiyənin, mən biləli sədr müavirsəndə bizim Avropa zonasını, vəziyyət zonası ora var hamısının. Və Allah tüy rəhmət eləsin, Hacı Abbas əmi rəhmət eləsin. Gözəl övladları qoyub, çox sağ olun, var olun. Və mən şəxsən burada da ürəklə, qürur hissi ilə deyirəm ki, bəylər kimi kişilərlə mən fəxr edirəm ki, nə yaxşı ki, bu yaşında yəni onlarla bircə bir xeyirxah işləri, xeyriyyəti işləri biz onu yerinə getiririk. Buyurun Mehdi müəllim, hiç gəlməsəndir. Gələn qonaqların, ziyarətə gələn qonaqların hamısını Allah şəhidlərimizin, cəm şəhidlərimizin rəhmət eləsin. Ruhları qarşısında baş əyir. Elə Mehdi müəllim yanında şair təbiətli Əlişət qardaşımıza da söz verməsəm, sonra bunun altını mən çəkərəm yəqin ki, ziyalı kimi. Buyur elə sögər. Sağ olun, Həsən müəllim. Oradan da ben gözləmirdim. Mayısa, sonra benim sana sonra mayısa. Oldu. Baş. Ama İki nəfərim qalıydı. Sonra. ben de istəyirəm yazdığım bir şeirlə deyim, şəhidlər tərəfindən. Qaşa şeylər var, xəbərim var. Bərəkətlər. Az ömürdə saf ömrünü yaşadın. Taleyini yazan yazdı şəhidim. Vətən dərdin ürəyində daşıdın. Taleyini yazan yazdı şəhidim. Qorxmadın, döyüşdün, düşməni yazdın. Vətən üçün şahsaya, borana dözdün. Qarabağ uğrunda Səninlə görüşdüm. sən tarix yazdın. Taleyini yazan yazdı şəhidim. Tanrı qapısından keçib gəlmisən. Vətən bayrağını seçib gəlmisən. Şəhidlik andını içib gəlmisən. Taleyini yazan yazdı şəhidim. Vətən oğlu, vətəndə and yerisən. Sən Tanrının sevdiyindən birisən. Cənnətdəsən, ölməmisən, dirisən. Taleyini yazan yazdı şəhidim. Taleyini yazan yazdı şəhidim. Allah təmin şəhidlərimizə. Çox sağ olun, var olun. İndi şəhid atası Ədilat müəllim bir kəlmə söz deyə sonra Mayısa verəcəm. Son sözü şəhid atası. Mən buyurun. Fay burada, hani? Ha, Fay qalıb bir dənə Ədilat müəllim. Gedib yana arkada durub, şəhidin qardaşıdır, Tahir Məşəd, Tahir bizi burada iştirak eləmədi. Hə, Zevin şəhidimizin, yəni həkimimizin, şəhidimizin qardaşı Fay iştirak eləyib. Buyur, bilirsən, Sadiqün. Onun da bir övladı üzr istəyirəm, bizə əmanət qalıb. Yəni bir övladı var. Allah cəm şəhidlərimizin şad eləsin. Amin. Allah Tuğra ziyarət edənlərin canı sağ eləsin. Allah qazilərimizə şifa inayət eləsin. Allah köməkçi olsun, Allah razı olsun. Sağ olun, var olun. İndi şəhid atasına söz verək. Allah Mayıs qardaşım. Amin. Gələn qonaqların minnətlərə Allah köməkçi olsun. Buradan da İndi son bir dənə də yəni biz Seymura söz verməsəm, çox fəal, gənc bu horon cəmaatda bilsin. Ümumiyyətlə ictimai həyatda çox fəal iştirak edən Seymur qardaşımız bu kətdəndir, Horon kəndindən. Gənclərdən içərisində bəyəndiyim bir gəncdir, həqiqətən bəyəndiyim bir gəncdir. Məsləhərimizin də yaraşıqıdır. Ümumiyyətlə hər şeyə reaksiya verən, fəaldır. Rolum üzrə çox fəaldır. Seymur buyur. Təşəkkür edirəm Əsədullah müəllim. Sözləri hamı şəhid valideynləri və bizim dəyərli şəhid sevərlər dedi. Mən son olaraq onu deyə bilərəm ki, Allah cəm şəhidlərimizin ruhlarını şad eləsin. Allah şəhid valideynlərinə səbir versin inşallah. Bundan sonra dövlətimiz, ölkəmiz bir daha müharibələr görməsin. Və hər birinizə təşəkkür edirəm. Var olun. Sağ olun, var olun. Gələn ayaqlarınız var olsun. Hər birinizə səmimi təşəkkürümü bildirirəm. Var olasınız belə məhsullarda iştirak etdiyinizə görə. Məhsulumuz burada xətm olunur. Ata ocağında, Mayısın ocağında yəni esra süfrəsi olacaq. Çox sağ ol. Buyur Ədət müəllim, buyur.
Bak biz burada derinde bayağı yüksek bir dağ kendinde yanmışıq. Bütün kəndlər hamısı görülür. Burada bizim başımızın üstünde üst renkli bayrağımız var. O təkcə bu Yardım Horon kəndində yox, bugün Xan kəndində, Şuşada, Xozalıda və Azərbaycanın bütün sərhədlərində. Hamımız bir ağızdan, hamımız bir ağızdan. Deyəcək ki, şəhidlər ölməz, vətən bölünməz. Mən xahiş edirəm. Həqiqətən də vicdanın qarşısına qalsın beləsə bir ağızdan hamı eyni səs. Dedi bak yaşa ne? Şəhidlər ölməz, vətən bölünməz. Şehitler ölmez, vatan bölünmez. Şehitler ölmez, vatan bölünmez. Sağ ol, teşekkür ederim efendim. 5 Oktyabır'da Şıklar kendinde Elmədin Talıbov şehidimizin il dönümünde toplaşacağız inşallah. Altısında zevində. Noyabrın. 6'sında Zevin'de, 7'sinde de gene Çaycı'da geçen yine. 18'inde de 11'i Hamilgil'de 11'i. 11'inde Hamilgil hem de Afegün il dönümünde. bir dönüm sonra Hem de 18'inde de 18'de de yine Zevin'de Sadıgül.